Ağı deyirlər ki, yaxşı işə çox təşviq eləməyin. Bəzi valideynlərin məhəbbəti kupon kimidir. Bilirsiniz necədir? Yaxşı iş gördü, məhəbbət verir. Pis iş gördü, yox. Sən uşağa göstər ki, sən hər halda onu sevirsən. Hər halda onu çox istəyirsən. Səhv iş görəndə də rəhm elə onun halına. Yaxşı iş görəndə dərhal məhəbbətlə əhatə eləməsə, bax, onu görməyən də yaxşı iş görməkdən həvəsdən düşəcək. Çox təşviq yaxşı şey deyil tərbiyədə. Bir dənə, məsələn, yaxşı qiymət alıb, bir dənə əhsən. Keç üstündən. O qədər də daha əldən ayaqdan getmə ki, sabah pis öyrəşəcək. Ona görə də görürsən ki, həyatda sonra yerini tuta bilmir. O qədər ata-ana, sən filan yaxşı qiymət al, səni filan yerə göndərim, filan eləyim, filan eləyim. Bu öyrəşir mükafat üçün iş görməyə. Sonra cəmiyyətdə bunu kimsə dəyərləndirməyəndə başlayır statuslar yazmağa ki, mən belə bədbəxt oldum, vəfasız dünya belə gəldi, dostlar belə oldu, qardaşlar belə oldu. Elə bilirsən ki, bundan bədbəxt insan yoxdur. Çünki öyrəşib, hamı buna diqqət eləsin, hamı buna... Diqqət yaxşı şeydir, əksinə hər bir halda diqqət elə övladıva. Səhv eləyəndə də diqqət elə, düz eləyəndə də diqqət elə, tənbih eləyəndə də məhəbbət göstər. O başa düşsün ki, məhəbbətlə onu eləyirsən. Deyirlər ki, məsələn, tərbiyədə heç kəslə müqayisə eləmə. Demə, filan kəsib gördün, filan elədi. Bunu demə. O həsəd yaradır uşaqda, paxıllıq yaradır. Fərqlidir. Onun uşağı üçün o işi görmək asan idi, bəlkə sənin uşağın üçün çətindir. Onun uşağı bir müəyyən xasiyyətdədir ki, ona o işləri görmək asandır. Sən kimisə nümunə göstərmə uşağa. Ya iki qardaş bacını bir-birinə müqayisə eləmə. Görürsən, o yaxşıdır, sən pissən. Bunların hamısı ziyandır və səhv bir düşüncə formalaşdırır insanlarda.